etdiyiniz üçün. Xocalıda daha bir qrup sakinə kiçik biznes dəstəyi göstərilib. Dövlət Məşğullar Agentliyinin həyata keçirdiyi proqramın iştirakçıları onlara verilən aktivlər hesabına qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı müəssisəsi, dərzi sexi, qadın gözəllik salonu, foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslər yaradıblar. İndiyədək Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına qayıdan 460 nəfər özünə kiçik biznes qura bilib. Kotançılıqdır məndə, kənd təsərrüfatına, əkin sahələri, əhətyanı məhəllələr üçün. Razıyıq. Allah biz müraciət etmişik, mart ayında müraciət etmişdik, amma iyun ayında təlimlərdən keçdik. Bu gün də təqdimat oldu. Məşğulluğa müraciət elədim dərz avadanlığı üçün. Onu gətiriblər, sağ olsunlar. Bura yığılan nümayəndələrin hamısına təşəkkürümü bildirirəm ki, xalqımız üçün, millətimiz üçün əziyyət çəkirlər. Xocalı sakinlərinə dövr ərzində 100-dən çox özü məşğul aktivlər təqdim edilmişdir. Bugün isə 15-ə qədər vətəndaşımıza 4 fərqli istiqamət üzrə zərflərin təqdim edilməsi həyata keçirildi.